Axşamınız xeyir olsun. Nə barədə? Əslində canlıda məlumat verəcəydim. Sonra dedim ki, hər kəs qatıla bilməz. Ona görə də bu şəkildə video çəkib hazırlamaq istədim. Deməli, nə haqqında məlumat verəcəm? Vulkanik adalar barədə məlumat verəcəm. Bu vulkanik adaları isə hardan daha yaxşı öyrənmək olar? Təbii ki, xəritə sxem toplusundan, Cəlil Şirəliyevin xəritə sxem toplusunda hər bir deməli, mündəlicatda qeyd olunub artıq hər bir mövzu haqqında məlumat var və bu mövzu haqqında açıq, aydın xəritələrlə məlumat verilmişdir. Bugün vulkanik adalardan danışacağım. Vulkanik adalarda 2-3 xəritə ilə göstərilir. Bir ümumi vulkanik adalar, digərləri isə konvergentdə və divergentdə yerləşən ayrı-ayrı bölünmüş adalar formasında göstərmişdi müəllim. Biz danışaq bugün vulkanik adaların deməli ümumisindən. Daha sonra kim təhlil eləmək istəsə müəllimin xəritəsini alıb daha yaxşı təhlil eləyə bilər. Deməli, vulkanik adaların özləri bölünür. Divergentdə yerləşən adalar və konvergentdə yerləşən. Həmçinin də vulkanik ada olub, ancaq divergent və konvergentdə yerləşməyib. Deməli, sığınma və qırılma zonalarından bir yerləşən adalar, yəni sırf xəttin üstündə yox, biraz kənarda yerləşən adalar da deyə bilərik. Deməli, divergentdə yerləşən adalar misal üçün Şimali Amerika tavasının, Avrasiya tavasının ayrılma zonasında İslandiya, həmçinin Azor adaları, daha sonra Cənubi Amerika tavası ilə Afrika tavasının ayrılma zonasında yerləşən Vosnesia, Müqəddəs Helena, Tristan da Cunha, Golf adaları, Scotia tavası ilə Antarktida tavasının ayrılma zonasında yerləşən Cənubi Arkney adaları, deməli Nazca tavası ilə Kokos tavasının ayrılma zonasında yerləşən Galapagos adaları, Nazca tavası ilə Sakit Okean tavasının ayrılma zonasında yerləşən Pasxa adası. Bunlar divergentdə yerləşən vulkanik adalarımızdır. Konvergentdə yerləşənlər isə Martinika adası, daha sonra Georgiya adası, daha sonra Sakit Okean odlu qövsündə yerləşən Aleut adaları, Kuril adaları, Rüka adası, həmçinin Avstraliya tavası ilə deməli Avrasiya tavasının toqquşma zonalarında yerləşən Andaman, Bali, Timor adaları, Kiçik Sond adaları, Fiji, Togo adası. Bu adalar konvergentdə yerləşən adalar qrupuna aiddir və sınma qırılma zonasında yerləşən vulkanik adalar var ki, misal üçün Kanar adaları, Yaşılburun adaları, həmçinin Hind okeanında yerləşən Komor və yaxud Qəmər adaları, Maskeran adası, Kerguelen adaları, həmçinin Havay adalarının özü sınma qırılma zonasında yerləşən vulkanik adalara aiddir. Yenə də deyirəm, bunu daha gözəl öyrənmək üçün, mənimsəmək üçün biz xəritə sxem toplusundan istifadə edə bilərik və burada digər mövzular barədə də ümumi tərtib olunmuş xəritələri görə bilərik.